Salam əziz istifadəçilər. Bugün sizinlə keçən mövzumuzun, yəni operatorlar mövzusunun tamamının aşkar operatorlara baxacağıq. Keçən dərsimizdə biz qeyri-aşkar operatorlardan danışmışdıq. Bugünləri aşkar operatorlardan danışacağıq. Əslində aşkar operatorlar qeyri-aşkar operatorlardan yaxın misallardır, amma onlardan fərqi ondan ibarətdir ki, bunlar hər hansı bir qanuna uyğunluğa əsaslandığı özlərində göstərilir. İlk öncə belə bir şeylə gəlin başlayaq. Gördüyünüz kimi mən bura belə bir misal daxil eləmişəm. Bu misaldan göründüyü kimi burada bir ulduz qanuna uyğunluğu var. Ümumi mənada o ulduz qanuna uyğunluğunun nəyi ifadə elədiyi burada göstərilib. Yəni ki, A ulduz B bərabərdir A kubu plus B. Bir dənə də başqa bir hər hansı bir qara yumru qanunu var. A qara yumru B o da bərabərdir A plus B plus 1 olaraq bizə göstərilib. Və bizdən tələb olunan hesablama 3 ulduz 13 minus 6 qara yumru 7-nin nəyə bərabər olduğunu müəyyən eləməkdir. Bir daha söyləyirəm, burada aşkar operatorların, qeyri-aşkar operatorların əsas fərqi ondan ibarətdir ki, yəni ki, əgər biz qeyri-aşkar operatorlarda 3 ulduz 13-ün nəyə bərabər olduğunu hər hansı digər bir verilənlərə görə özümüz axtarıb tapmağa, o qanuna uyğun müəyyən eləməyə çalışırdıqsa, amma gördüyünüz kimi aşkar operatorlarda bir problemimiz yoxdur. Burada qanuna uyğunluğun ümumi mənada nə olduğu hazır şəkildə bizə göstərilib. Yəni belə deyim, düstur formasında bizə verilib. Ona görə biz bu misalı həll eləmək üçün öncə belə bir verilənlərə baxmalıyıq. Buradan bizə lazım olan şey birinci növbədə gördüyünüz kimi mötərizələrin içini həll eləməkdir. Yəni biz birinci 3 ulduz 13-ün nəyə bərabər olduğunu hesablamalıyıq. Bunun üçün biz ulduz qanuna uyğunluğunu buradan axtarıb tapmalıyıq. Və baxırıq ki, ulduz qanuna uyğunluğumuza görə A ulduz B bərabərdir A kubu plus B olaraq verilib. Burada nəyə diqqət eləməyimiz lazımdır? Yəni burada düsturda, qanuna uyğunluqda ulduzun sol tərəfi burada bizim misalda verilənin sol tərəfinin bərabər olmalıdır. Yəni, prinsip etibarilə biz bunu belə qəbul eləməliyik. A bərabərdir 3 olmalıdır. Sağ tərəfdə sağa bərabər olmalıdır və B bərabərdir 13 ifadə eləməkdədir. Burada verilənləri gətirib burada aşağıda, yəni düsturumuzda nəzərə alsaq, yəni düstura görə A-nın yerinə 3 daxil eləsək, onda olacaq A kubu plus B-yə görə 3-ün kubu plus B, yəni 13. Bu da bərabərdir 27 plus 13 və bu da bərabərdir 40-a. Demək ki, biz burada göründüyü kimi birinci mötərizəni nə almış olduq? 40 almış olduq. İndi eyni məntiqlə biz 6 qara yumru 7-ni də hesablamalıyıq. Bunun nəyə bərabər olduğunu müəyyən eləməliyik. Burada da bunu hesablamaq üçün A qara yumru B qanuna uyğunluğu bizə lazımdır. Danışdığımız kimi burada da sol tərəf sola, sağ tərəfdə sağa bərabər olmalıdır. Bir daha qeyd edirəm, yəni bu nə deməkdir? A bərabərdir 6-ya, B də bərabərdir 7-yə göstərilməlidir. Bu verilənləri gətirib A qara yumru B düsturunda nəzərə alsaq, onda bu nə deməkdir? A-nın yerinə 7 yazsaq, yəni ki 7 plus, daha doğrusu A-nın yerinə 6 yazsaq, bir dəqiqə bunu biz burada A-nın yerinə 6 daxil eləmiş olsaq, ona belə bir nəticə əldə eləmiş olacaq. 6 plus 7 üstəlik 1, o da bərabərdir 14-ə. Gördüyünüz kimi biz buradan 3 ulduz 13-ün 40, 6 qara yumru 7-ni isə 14 almış olduq. Sonuç etibarilə bizim nəticəmiz nəyə bərabər olacaq? Yəni burada 3 ulduz 13 40-a bərabər olduğundan almış olacaq ki 40 minus 7 14 o da bərabərdir 26-ya. Yəni ki, sonuçta nəticəmiz 26 olaraq alınmış olacaq. Bir daha qeyd edirəm, burada bizim diqqət eləməli olduğumuz nöqtə
hər hansı bir veriləni hesablamaq üçün həmin qanunun düsturunu müəyyən etməkdir. Yəni ki, əgər biz 3 ulduz 13 hesablayırıqsa, A ulduz B qanununa baxmalıyıq. Əgər biz 6 qara yumru 7 hesablayırıqsa, A qara yumru B qanununa baxıb hesablamalıyıq. O gətirib düsturlarda yerinə yazıb nəticəmizi almış olduq. Aşırı operatorların bu gördüyünüz misal bu tipi aşırı operatorların bu tipi belə deyim ki, bunun ən standart formasıdır. Yəni ki, aşkar operatorun əlifbasıdır. Fərqli tip aşkar operatorlar ola bilər. Gəlin onlardan daha birini, fərqli bir tipini də qeyd edilir bura. Belə bir misal daxil edəcəyik indi. Buradan bu misaldan, indi yeni daxil edeyim misaldan, indi hal-hazırda yerinə yetirdiğimiz misalın arasında fərqi görəcəksiniz ki, fərqindən ibarətdir. Belə bir misal yazıram ki, bura 5A 3 bucaq 2B kvadratı bu bərabərdir A vuraq B çıxaq 1. İkincisine yazıram ki 4 ulduz 4A ulduz 7B bu da bərabərdir A üstü ilə B A plus B. Bizden tələb olunan nədir? Burada bizden soruşur ki 10 3 bucaq 8 plus 16 ulduz 21'i hesaplamış olaq. Bu bərabərdir suala. Dikkat ettiğimiz zaman görürük ki biraz önce yerine getirdiğimiz misaldan bu misal arasında kuruluş farkı var. Yani bu fərqindən ibarətdir. Biraz önceki misalda biz kanunu bize konkret olarak verilmişti. Yani ki A ulduz B konkret olarak verilmiş ki bərabərdir. Mesela düstura ve biz de sol tarafı sola beraber götürdük, sağa da sağa beraber götürüp düsturdan nazar alıp hesapladıq. İmum mənada biz bu misal əlləmək üçün birinci bunu hesablamalıyıq. 10, 3 bucaq, 8 nəyə bərabərdir? Bunu müəyyən eləməliyik. Yəni birinci bunu ötəzən əlləməliyik və bunun üçün biz 3 bucaq qanuna uyğunluğuna baxmalıyıq. 3 bucaq qanuna uyğunluğuna baxdığımız zaman biz birbaşa olaraq gətirib burada A'nın yerinə 10 yazmağımız yanlış olar. Bayağı da biraz önce misalda qeyd etdiyimiz kimi burada bu nəzərə alınmalıdır ki, sol tərəf, yəni qanunun sol tərəfi, bax, gördüyünüz kimi bax, bu sol tərəfdə, bax, bu hissədə nə varsa hamısı bunun sol tərəfinə bərabər olmalıdır. Yəni bu yazılış onu göstərir ki, burada A ona bərabər deyil. Yəni biz birinci növbədə bunu eləməliyik. 5A bərabərdir 10 götürməliyik və buradan alacağıq ki, A bərabərdir 2-yə. Həmçinin də sağ tərəfi də sağa bərabər eləməliyik. Yəni buradan da 2B kvadratı bərabərdir 8 götürməliyik. Və buradan da alırıq ki, B kvadratı bərabərdir 4-ə, B isə bərabərdir 2-yə. Buradakı fərqi yəni ki özünüz görə bildiniz ki, yəni burada fərq ondan ibarətdir ki, burada verilən yəni 10, 3 bucaq 8, yəni 3 bucağın solunda və sağında verilən birbaşa olaraq bizim düsturumuzda istənən A və B değildir. O yüzden biz burada necə bir işlem yapardıq? Birinci sol tərəfi sola beraber götürdük, sağa da sağa beraber götürdük və A bərabərdir 2, B də bərabərdir 2 almış olduq. Şimdi bu verilenləri gətirib düsturda nəzərə alsa, onda olacaq 2 vuraq 2 minus 1, bu da bərabərdir 4 minus 1, bu da verir bizə 3. Diğer verilerimizi hesaplamaya çalıştık. Yani biz bunu hesaplasaq 16 ulduz 21. Burada ne almış olacaq? 16 ulduz 21 bərabərdir. Bir daha qeyd edirəm. 16 ulduz 21 nəyə bərabər olduğunu hesaplamaq üçün biz ulduz qanununa baxmalıyıq və burada baxdığımız zaman görürük ki ulduzun sol tərəfində 4A var, sağ tərəfində 7 var. Burada isə sol tərəfdə 16, sağ tərəfdə isə 21 var. Yani bir daha qeyd edirəm, burada biz gətirib birbaşa bu düsturda A'nın yerinə 16, B'nin yerinə 21 yazmağa ixtiyarımız yoxdur. Çünkü sol tərəf sola bərabər, sağda sağa bərabər olub götürülməlidir. Yəni burada A 16 değil. Yəni 4A 16'ya bərabər olub deməkdir bu. Yəni bu deməkdir ki, A ilə bir ədəddir ki, onu 4'ə vuranda 16 alıb.
Yani biz standart olarak öğrendiğimiz məntiqə göre yaxınlaşdıq. Sol tərəfi sola beraber götürsək 4 a beraberdir 16'ya. Buradan alırıq ki a beraberdir 4'a. Sağa da sağa beraber götürsək bu ne deməkdir? 7b beraberdir 21'e. Buradan da alırıq ki b beraberdir 3'e. Ve bu qiymətləri gətirib burada nəzərə alsaq, yani bu düsturda nəzərə alsaq, a-nın yerinə 4 yazırıq. 4 üstə gələk 3, bu da bize verir 7. Sonuç itibariyle biz burada a ulduz 13 bucaq 8 plus 16 ulduz 21'in neye beraber olduğunu almış olduk. Çünkü biz 13 bucaq 8'i 3 aldık ve netice itibariyle bu neye beraber olacak? 13 bucaq 8 burada plus 16 ulduz 21 beraberdir. 13 bucaq 8'i biz elde etmiş olduk. Gördüğünüz gibi 3. Yani 3 plus 16 ulduz 21 de 7. Bu da beraber oldu 10'a. Demek ki bizim ifademiz sonuç olarak neye beraber olmuş oldu? 10'a beraber olmuş oldu. Biz bugünleri operatorların bir diğer tipleri olan aşikar operatorlara baktık ve iki farklı tipli misallar açtırmış olduk. Çok teşekkür ederim. İnşallah gelen mevzularda devam ederiz.